Aziz bacılarım və qardaşlarım, möhtərəm dildaşlarım, salam arz edirəm. Arz edirəm dünyanın hər yerində ki varsınız, hər vaxtınız ki vardı, xoş olsun. İcazə istəyirəm bir neçə kələmə Ağay Möhsin Rizainin Təbriz səfəri və onun məsaili ki, mətrəh eləyib, onun barəsində sizinlə danışam. Biz Cənab-ı Rizainin bu səfərin Təbrizə və bu şirin sözlərin Azərbaycan barəsində Baztabda dediği və yazdığı sözlərlə biraz müğayirətdə görürük. Ona görə də icazə istəyirəm bu barədə bir təhlil verəm və səy eləyəm bir roşəngəri ola öz millətimizə. Təəssüflə bu videonu da mən icazəzinlə fars dilincə deyəcəyəm, çünki Ağay Möhsin Rizaiyə xitab olur. Əxlaqən düz budur ki, onun öz dilində bir sözləri deyək, təbir, təfsir olmasın. برادران و خواهران عزیز سلام عرض می کنم. من اجازه می خواهم سخنی کوتاه داشته باشم درباره بیانات اخیر آقای محسن رضایی